Burada 49-cu sualı kim yazıb? Nurdanə, Zeynəb, Sevin, İnci, Dilara, Turgut, Nazlı. Turgut izah elə 49-u. Yəni burada mən yazmışdım bunu, amma məncə burada deyir ki, eyni şəraitdə verilib və eyni həcmlidir. Burada eyni həcmli deyirsə, mol sayı bərabər çıxır axı. Yəni buna görə qatılıq da bərabər olur. Eyni şəraitdə təzyiqlə temperatur bərabərdir. Həcm də bərabər olanda mol sayıları bərabər çıxır. Mol Eyni şəraitdə. mol sayı və həcm sayı da bərabər olduğu Sən, üçün qatılıq da bərabər olur. Yəni sürətə məncə burada heç sən nə kişi dəyişmir. adamsan. Bax, bununla bağlı neçə səhv tutmuşam da mən, düzdür? Uşaqlar, hər il olub ki, uşaqlar da gəlib səhv tutub. Bax, bu videonun bu hissəsini yadda saxlayacağım. 58-ci dəqiqə. Bu hissəni paylaşam ki, bu dərsliyi, kitabı bu günə qoyub, toyluqdan bu günə qoyub. Sonra biz belə eləyirik ki, uşaq başa düşsün deyən həmin o tupoylar görsün ki, yəni uşağa düzgün dərs keçəndə öz axmaqlıqlarını uşağın üstünə atırlar. Uşaq öyrənir. Uşaq hətta sənə səhv də tutur. Ay tupoy. Bu sualı heç mən fikir vermədən buradan həmişə həll eləyirdim, oxumurdum sözləri. Bəli, eyni şəraitdə burada sözü səhvdir. Çünki bu eyni şərait ola bilməz. Sadəcə deməli idi ki, məsələn, eyni temperaturda deyə bilərdi. Eyni temperaturda verilmiş miqdarda maddələrlə təchiz edilmiş eyni həcmli qablarda. Deməli, temperatur eyni olmalı idi. Həcm də eyni olmalı idi. Həcm də eyni olmalıdır. Amma şərait eyni olmur. Hə, təzyiq axı TP-dir. Hə, burada TP-dir. TP. Burada T ilə P eyni olmalı olarsa şərait eyni olur. Amma bizim P-yə ehtiyacımız yoxdur. Temperatur eyni olsun, V eyni olsun. Bu da eyni şərait olmuş olmur. Və burada var 28 2-yə böləndə 14 mol. Bunun da 28 1 mol. Burada da eyni qalır. Buranı heç mola çevirməsək də olardı. Lap çevirək. 1 mol. Burada da 28 mol. Reaksiyamızda N2 plus 3H2 olduğundan hidrogenin həcmi eynidir. Mol miqdarını 2 dəfə artıranda qatılığını 2 dəfə artırmış olursan. Qatılığını 2 dəfə artıranda axı V bərabərdir. N2 vuraq H2 kubudur. 2-nin kubu da 8 eləyir. 8 dəfə 2-nin kubu 8 dəfə bu tərəfə artır. Amma bəli, burada eyni şərait sözü səhvdir. Və bu səhvi Turgut, neçədə oxuyursan? 9-a keçdim. 9-a keçdin. Yəni hələ 8-də oxuyursan deyə bilərik. Hələ yay ayıdır. 9-a keçməmisən. Və kimyanı burada öyrəndiniz. İlk gün şəraiti burada öyrəndiniz. Temperatur, təzyiq, həcm nədir öyrəndiniz. Və həftədə hələ ki bir dəfə dərs keçirik. Hələ tam dərslərə başlamamışıq. Siz bizim o akademiklərə, akademik deyil onlar, səhv tutursunuz. Afərin sizə. Bəli, kişi adamsan. Bax, olimpiyadaçı beyni də belə olmalıdır. Mən bunu bəlkə paylaşdım. Ki, görsünlər ki, bu dəfələrlə olub, dəfələrlə olub. Köhnə videolar tapsam, dəfələrlə olub uşaqlar. Canlı dərsdə də orada kayıt yox idi. Uşaqlar nə qədər səhv tapıb. Çünki uşağa sən doğru dərsi keçsə, o öyrənəcək. Öz savadsızlıqlarını atırlar sizin üstünüzə. Belə deyirik, uşaq başa düşsün.
Sonra kimin sualı var? 142-də 5. 142'də 5. Bəli. Mən 132-də 2 də var. 131'də Tamam, 19 20 var. Çox gedirsiniz qabağa. Yaxşı, 131'ə baxım. 131'də neçə? 19 ilə 20. Mən orada başqa cavab yazmışam. Variantda səhvdir. Başqa cavab deyir. Sisteminə aid qrafikin hansı hissəsində birləşmə reaksiyasının sürətinin zamandan asılılığı doğrudur? Mən 1-2 yazmışam. Cavabda 1 deyir. Mənim 2-də də olur axı. Oranı tarazlıq sayırıq. Orada əslində həm birləşmə, həm parçalanmadır. Sisteminə aid qrafikin hansı hissəsində birləşmə reaksiyasının sürətinin zamandan asılılığı doğrudur. Əslində düz deyirsən Turqut. Sən zəkan çox bəyəndim. Tarazlıq o deməkdir ki, həm birləşmə var burada, həm parçalanma var. Və bizdən əgər birləşmə istəyirlərsə, birləşmə reaksiyası bir xəttində bitmir ki, yəni iki xəttində də var. Və parçalanma reaksiyası da üç xəttində də bitmir, iki xəttində də var. Çox gözəl. Ona görə birləşmə reaksiyasının sürətinin zamandan asılılığı iki xəttində də ifadə olunur. Çünki birləşmə reaksiyası artıq orada sabit sürət dəyişməsi bu zamandan etibarən sabit gedir. Çünki sürəti birləşmə reaksiyasının sürəti sadəcə 1 olsa, bu son o deməkdir ki, bu həmişə azalır. Parçalanma həmişə artır. Bu doğru deyil axı. Birləşmə bir yerdən sonra sabit qalmalıdır. Yəni birləşmə reaksiyasının sürəti 1-2-dir. Parçalanma reaksiyasının sürəti 3-2-dir. Mən səni təbrik edirəm. Turqut, bu hissəni də paylaşacağam. Çox. İndi məsələn sən bunu başqa müəllimə desəydin, %100 səni döndərib deyəcəkdilər 1-dir, 2 deyil. Sən o düşünən beynini məhv eləyəcəkdilər. Çünki belə də eləyirlər zaten. Orada içini düşünmürlər. Mən də heç bu suala heç məndən soruşan olmayıb deyə bu günə kimi heç diqqətlə baxmamışdım. Bəli, çox düzgün deyirsən. Bu sualın arxadakı cavabı nə veriblər? 1, yalnız 1. Bəli. Səhvdir, 1 deyil. Bu cavab 1-2-dir. Və bunu bütün ölkə ilə 1 deyir. Yəni arxada cavab səhv gedib deyə deyil. Dərsi keçəndə 1-i çəkirik, deyirik birləşmə, 3 çəkirik, deyirik parçalanma, 2 tarazlıq. Bu çəkən zaman deyə bilərsən. 2 tarazlıq da deyirsən çünki orada. Yəni tarazlıq həm birləşmə, həm parçalanmanın bərabər olduğu andır. Turqut, çox gözəl. Çox gözəl. Mən səni dəstəkləyirəm. Uşaqlar, baxın, oxumaq, düşünmək nə gözəl şeydir. Turqut kimi performans gözləyirəm sizdən. Bu topluda o qədər belə cici suallar var ki, çünki bizim ölkədə yenə deyirəm, kimya yoxdur, bilən də yoxdur. Siz cüzi bir baş işlətməklə ki, Turqutun beyni yaşına görə cüzi işləmir. Mən inanıram ki, içinizdən növbəti dərslərdə yenə zəkalar çıxacaq. O beyni işlətsəz uşaqlar, beyin çox güclü bir orqandır, yəni işləyəcək o. Mən çox zaman hətta suallarda səhvi görüb dinmirəm, əşi cəhənnəm olsun, belədir, qoy getsin. Hər suallarında bunların problem var demək olar. Çox gözəl, Turqut. 142-də 5 var müəllim. 142-də 5. Bəli. D'imiz isə 4 alınıb. D'imiz isə 4 alınıb. D'imiz 3 alınıbdı, 1-dən 4-ə. Elə görünür. Amma heç vaxt 1-dən 4-ə qalxanmaz alınan. Bu, buradan aparıblar deyə sizə elə gəlir. Və əslində bax 0-dan qalxır. Oldu? Oldu müəllim. Bu söhbəti eləyən heç kim yoxdur. Heç kim bunu diqqətə çəkmir. Çox adam da arxadakı cavabdan əzbərləyib bu rəqəmləri yazır bura. Müəllim, mən də elə yazmışam. Sadəcə cavab arxadakı digər başqa bir cavab yazıb ona görə söylədim. Bunlar nə hesablayıb? 2 Mənim burada 4-ün kubu götürüb və ona görə 8 alınıb arxada cavab. Bu təmiz qoyundur ki. 4-ün kubu da 1-dən qaldırıb.
Vay vay. Görürsünüz uşaqlar, mən kimlərlə oturub dururam. Oturub durmuram, yəni kimlərlə mübarizə aparıram. Nə tür bir